Salamlar. Bugün sizlərə TryHackMe platforması üzərində Active Directory Lab-ın izahını verəcəm. Çox maraqlı bir labdır. Lab özündə yəni bir çox texnikanı birləşdirir, hansı ki, yəni hashləri necə dump eləmək olar, bunu öyrənəcəyik. Kerberos toolundan, daha doğrusu Kerberoot toolundan necə istifadə etmək olar, onu öyrənəcəyik. Yəni labın gedişatında burada sizə lazım olan hər şeyi göstərəcəm. İndi keçən videoda zaten biz əvvəlcə yəni Active Directory ilə bağlı yüklədiyim videoda Active Directory ümumi nə olduğu haqqında məlumat vermişdim və o videoda biz Active Directory-də istifadə olunan enumeration tool'lar haqqında, PowerShell, PowerView və yaxud da ki Mimikatz haqqında və Bloodhound haqqında danışmışdıq. İndi isə artıq belə deyək də enumeration-dan əlavə həm də exploitation eləyəcək. Yəni sistemə sızacaq və privilege escalation edərək səlahiyyətlərimizi qaldıracaq və ondan sonra isə sonda bu flag submission bölməsində həm normal user.txt həm də root.txt üçün flagları təqdim edəcək. Daha doğrusu userlar və root üçün də belə deyək. Tamam. İlk öncə başlayaq görək nə deyir. Birinci deploy the machine deyir. Yəni əvvəlcə start machine etmək lazımdır labımızın qurulması üçün. Və burada qeyd edir ki, burada elə bir profilinizdən access bölməsindən hər hansısa bir VPN yüklüyün. Məndə zaten əvvəldən yüklüdür. Gəlin gedək həmin o VPN-i başladaq. Məndə buradadır. Və onu da bildiyimiz kimi OpenVPN komandından istifadə edərək başladacaq. Formu da başlatdıq və bizə bu hissədə gördüyünüz kimi onlu bir IP verdi TryHackMe üçün. Eyni şəbəkədə olaq deyə. Və bunu təsdiqləmək üçün bir dənə if config yaza bilərsiniz. Burada turn 0 interfeysi varsa bu iki interfeysdən əlavə. Demək onda VPN doğru şəkildə işləyir deməkdir. Tamam. İndi maşının özünə gəlməyi, bizə IP verməyi üçün biraz gözləmək lazımdır. Burada complete edək. Zaten biz əvvəldən VPN yükləmişik. Bunları complete edə bilərik. Növbəti bölmə artıq bizdə setup bölməsidir. İndi bundan danışacağım. Elə IP gələnə qədər bundan danışaq birinci. Demək, bu labın gərəyi bizə lazım olan toollardan biri InPacket tooludur, digəri isə Kerberoot tooludur. İlk öncə InPacket-dən danışaq. Burada InPacket-i yükləmək üçün gördüyünüz kimi bir dənə GitHub reposu verib və həmin reponu git clone-la öz terminalına yükləyir və yükləyəndən sonra isə elə bil ki, orada requirement.txt deyilən bir fayl olur. Onu pip3 install-la endirir. Əgər bu kod bəzən error verir, yəni bəzi sistemlərdə bu error verirsə, virtual environment yaradıb onun daxilində elə bil ki, həmin o requirement.txt-ni yükləyə bilərsiniz və daha sonra isə işiniz bitəndən sonra virtual environment-ı deaktiv edə bilərsiniz. Bu InPacket ümumiyyətlə Active Directory Exploitation-da istifadə olunan çox gözəl bir tooldur. İçində bir çox belə deyək də yararlı şeylər var. Məsələn, get npusers.py faylı var, yəni Python faylı var. Ümumi sistemdə olan userları enumerate etmək üçün istifadə olunur. Daha sonra bizim burada istifadə edəcəyimiz secretstamp.py var. Elə bil ki, sistemdə olan bütün userların hashlərini dump eləmək üçün və s. istifadə olunan toolumuzdur. Mən də əvvəldən vaxt getməsin deyə InPacket toolunu və həmçinin Kerberoot toolunu yükləmişəm. Məndə InPacket toolu eyni ilə orada qeyd etdiyi kimi demək, OPT-nin içində, InPacket-in içindədir. Birazdan ondan danışacaq. Hələ biz birinci IP ilə mmap scan vuraq. Çünki bizə onunla bağlı suallar qeyd edir. mmap scan üçün də, yəni ətraflı scan üçün optionlarımız yaxşı olmalıdır. -per optionu yazıram ki, bütün TCP portları scan olunsun. -sv ilə version, yəni versiya scan edirəm. -t4 ilə saniyədə 4 dənə request göndərsin deyirəm. IP adresi yazıram və enter vurduq. Və əlavə olaraq da portun state-ini də bildirə bilərik ki, məsələn, Twitter open olsun, yəni mənə ancaq open vəziyyətində olan portları göstərsin. Yəni bu formada. İndi o nəticə çıxsın bizdə. Burada InPacket-dən danışır və Bloodhound-un da endirilməsindən danışır. Bu hissəni tamamladıq, complete edək. Tamam. Bu hissədə gördüyümüz kimi deyir ki, demək, burada müəyyən məlumat verir lab barədə və daha sonra enumeration-dan danışır. Enumeration üçün də gördüyünüz kimi mmap toolundan istifadə edir burada da. Biz də indi ondan istifadə edib bunu əsasən bu sualları cavablandıracaq. İlk sualımız zaten asandır əslində. Deyir ki, 139 və 445 portları üzərində işləyən deməli, belə deyək də, protokolları nə vasitəsilə enumerate edə bilərsiniz. 139-445 üzərində işləyən portlar, yəni protokollar SMB olur və fayl paylaşımı üçün və s. istifadə olunur Windows-da, qovluq paylaşımı üçün.
və həmin toolu da, daha doğrusu həmin protokolları biz SMB client deyilən bir toolumuz var Linuxda. Onunla da enumerate edə bilərik və yaxud da ki enum for Linux deyilən bir toolumuz var. Onunla da enumerate edə bilərik. Amma bu labda biz enum for Linux istifadə edəcəyik. Ona görə də burada doğru cavabımız enum for Linux'dur. Birazdan göstereceğim. Tamam. Bundan sonraki suallar için artık bizim mmapscan ve enum for Linux nəticələrine ihtiyacımız var. Mmapscanımız hələ çox gedəcək. Mmapscandan əlavə şey də bilərik. Bir dənə də toolumuz var, Rastscan deyə. Rastscan toolu mmap'dən daha sürətli nəticə çıxartmaq üçün istifadə olunan bir tooldur. Amma mmap qədər məncə belə deyim də ətraflı məlumat vermir. Ona görə mmap çıxana qədər ən azından bununla bir şey edək deyirəm. -u limitlə də requestlərin sayını veririk və bu -a optionu isə aqressiv skandır. Yəni özündə 4 dənə skanı birləşdirən bir skandır. Gördüyünüz kimi o saat bizə portları çıxartdı. Sistemdə 53-cü port, yəni DNS portu açıqdır, 80 HTTP portu açıqdır, 88 və 464 portları açıqdır. Bunlar Kerberos'a ayrılan portlardır. Daha sonra 139 və 445 həmin o SMB portlarımızdır. 389 portumuz və 636 portumuz açıqdır. Bunlar da LDAP üçün istifadə olunan port nömrələrdir. 389 şifrəsizdir, 636 isə SSL TLS üzərindən gedən formasıdır. LDAP, yəni Lightweight Directory Access protokol da eyni ilə NTLM və Kerberos kimi aktiv directory'də autentifikasiya üçün istifadə olunan protokollardan biridir. Tamam. Yəni bu portların olduğunu bildik artıq. Sadəcə bu mmap çox belə zəif gedir. Təəssüf ki. Ya da mmap belə eləyə bilərik. Bu hamısını skan eləməsin. Elə thread open yazaq, ancaq açıq portları skan eləsin, vaxt biraz da az olsun da, yəni daha sürətli olsun. Tamam. Amma yəni Rastscandan burada mümkün olan portları gördük, açıq portları. Sadəcə bizə demək bu suallara cavab vermək üçün, məsələn, NetBIOS domain name of the machine deyir da ki, bir də buna cavab vermək üçün mmapscan lazımdır. Bu suala isə əslində şey də olar. Deməli enum for Linux-la da əslində qalsa cavab vermək olar. Burada əslində müəyyən bir hint verib. Gördüyümüz kimi the full AD domain is spooksec.local'dır deyir. Onda bizim TLD'miz, yəni top level domainimiz nöqtədən sonraki hissə olacaq. Yəni .local olacaq. Yəni bunun üçün şey lazım deyilmiş. Bircə dəqiqə. Aha. Niyə yazmır? .local. Digər sualımız üçün isə bizə artıq nə lazımdır? Enum for Linux lazımdır. Enum for Linux lazımdır. Ona görə də enum for Linux istifadə edəcəyik. Enum for Linux-un istifadə qaydası necədir dostlar? Elə ən sadə enum for Linux yazırsınız. Enum for Linux. Daha sonra -a ilə aggressive scan optionu vermək üçün istifadə edirsiniz və daha sonra IP adresi yazırsınız bura. Enter vuranda onunla bağlı olan bütün hər şeyi çıxardır. Gördüyünüz kimi hələ username, password çıxartmayıb, amma non username bölməsində administrator, guest, KRBTK və s. bunları çıxartdı və belə bir dənə mesaj verdi ki, workgroup domaini tapa bilmədi. Davam edir hələ enumeration'ımız. Aha, bizə lazım olan məlumat enum for Linux-da budur. THM-AD. Domain name'imiz olur. Burada deyir ki, NetBIOS domain name nədir? Doğru cavabımız olacaq THM-AD. THM-AD. Bu formada. Bizdə mmap'in cavabları çıxdımı? Təəssüf ki, hələ də çıxmayıb, amma 55% tamamlanıb. Gözləyək biraz da. Gördüyümüz kimi əslində enum for Linux nəsə tapmağa davam edir. Müəyyən SID dəyərləri tapır sistemdə, potensial. Bu SID dəyərləri sistem daxilində olan userlara aiddir. Məsələn, administrator üçün SID dəyəri tapır, guest üçün, default account üçün və s. Administrator SID-lərinin çoxu elə 500 ilə bitən ID-lər olur. Nəysə, bizə artıq bu hissə lazım deyil. Çünki biz sualımızı cavablandırdıq. Tamam.
Əslində burada mmap üçün lazım olan hissən lazım olmadı. Yəni hamısını cavablandırdıq. Sadəcə biz rast skandan falan portları zaten gördük. Onda davam edək. Demək, növbəti hissəmiz burada userları Kerberos vasitəsilə enumerate etməkdir. İlk öncə dostlar, Kerberos'un autentifikasiya protokolu olduğunu demişdik, düzdür? Və Kerberos NTLM-dən daha təhlükəsizdir. Niyə? Çünki Kerberos'un işləmə prinsipi tamam fərqlidir. Fərz eləyin ki, bir dənə user'ımız var Active Directory mühitində. Təbii ki, çox olur real mühitlərdə, amma bir dənə user'ımız var. Məsələn, daha sonra bir dənə Key Distribution Center'ımız var və bir dənə də user'ın əldə etmək istədiyi, giriş etmək istədiyi müəyyən bir servis var. Məsələn, bu deyək ki, MySQL servisidir. Və həmin user bu servisə giriş etmək üçün özünü Key Distribution Center-də doğrulamalıdır. Və məhz bunun üçün də Kerberos protokolundan istifadə olunur. Proses necə baş verir? Key Distribution Center-da Authentication Server deyilən bir server olur və ilk öncə deməli bizim user'ımız öz username və passwordunu belə bil ki, özünün müəyyən bir session key olur, onunla şifrələyir və şifrəli formada Authentication Server-a göndərir. Authentication Server gələn request-i qəbul edir və qəbul edəndən sonra onu öz session key ilə decrypt edir. Decrypt edəndən sonra içində username və passwordu yoxlayır öz databazasında. Əgər uyğun gələrsə, onda həmin user'a TGT verir. TGT nədir? Ticket Granting Ticket. TGT-ni qəbul edən user, yəni onu öz session key ilə decrypt edir və TGT-ni qəbul edir, alır TGT-ni və indi lazım olan istədiyi MySQL servisinə giriş əldə etmək üçün bu dəfə artıq TGT-ni atır TGS serverinə. TGS Ticket Granting Server-dır və demək user'dan gələn TGT-ləri yoxlamaq üçün istifadə olunur. Və TGS serverdə gələn TGT-nin həmin user'a aid olduğunu doğrulayandan sonra həmin servisə, yəni MySQL servisinə icazə üçün giriş üçün icazə verir həmin user'a və Kerberos protokolu bu formada işləyir Active Directory mühitində və niyə təhlükəsizdir? Çünki burada NTLM-dəyi kimi məsələn hash tutaq ki, domain kontrollara falan göndəriləndə ortada MIT attack falan baş verə bilməz. Yəni çünki burada sırf yəni bilet prinsipi ilə işləyir. Məhz buna görə. İndi Kerberos protokolu burada rast skan nəticəsində sizdən gördük ki, istifadə olunur da, düzdür? Çünki orada 88 və 464 portları var idi. Əgər Kerberos portları açıqdırsa, mən onda həmin userları enumerate etmək üçün Kerbrut deyilən bir tooldan istifadə edə bilərəm. Və labda da əslində bundan danışır. Deməli. Burada nə deyir? Gördüyümüz kimi deyək, Kerberos autentifikasiya protokoludur. Bizə bir dənə user list, bir dənə də password list verir. Bu hissədə Abusing Kerberos'dan danışır. Burada bəli, InPacket-dən danışır. InPacket-dən həmin o bayaq qeyd etdiyim Get NPU Users paydan filan danışır. Tamam. İndi burada ilk öncə biz Kerbrut toolu, baxın burada deyir, istifadə etməliyik. Bunun da əslində Go dili ilə yazılmış versiyası da var. Amma bizə lazım olan Python versiyasıdır. Mən bura əvvəldən yükləmişəm. Ona görə çox vaxtımız getməyəcək. Məndə bu download skovlunun içində Kerbrut ilə yazında çıxır. Bunu belə enter vuranda bizə istifadə qaydasını göstərir ki, siz ümumiyyətlə bu toolu necə istifadə etməlisiniz öz məqsədlərinizə uyğun olaraq. Burada biz həm domain name verməliyik, həm də başqa parametrləri qeyd etməliyik. Bizə birinci lazım olan user enumeration'dır, düzdür? Ona görə mən birinci nə yazacağam? Həmin bu .. yazacağam, düzdürmü? Kerbrut toolundan istifadə edirik. Daha sonra user enum yazmaq lazımdır. Daha doğrusu user enum yazırdıq, səhv eləmirəmsə. Sonra DC optionu var idi, hansı ki bu bizim IP adresimizi verməyə yarayırdı. IP adresimiz nə idi? IP adresimiz buydu. Bunu kopyaladıq, gəldik burada, buraya yazdıq. Səhv yapışdırdım. Tamam. Daha sonra -d ilə domaini müəyyənləşdiririk. Domain adımız mmap scan-da çıxır. Sadəcə indi hələ ki burada görsənmir. Domain adımız bizdə spookysec.localdır. Mən əvvəldən buna baxmışdım, ona görə bilirəm. Mmap çıxsa sizə göstərərdim. Daha doğrusu bu mmap'də çıxmır deyə üzrü sayın. Elə bayaq burada işlədiyimiz şey var idi, tapşırıq. Bunun hint bölməsində özü deyir də. The full ID domain is spookysec.local, oradan bilirik. Tamam, gəldik burada lokal yazdıq və ondan sonra da burada bərabər işarəsi qoymalıydıq, unutdum.
Və son olaraq da elə bil yüklədiyimiz user listi bura txt kimi verməliyik. Bunun üçün də gedirəm bura və labda olan bu password txt-ni və user list txt-ni yükləməliyəm. Budur da, bu formadadır. Burada GitHub səhifəsində verilib. Elə bunun hamısını kopyalayaq. Ya da elə widgetlə köçürə bilərik. Gələk bura. Yeni bir taba keçək. Tabda istifadə olunur. Burada yenisinə keçək, problem deyil. Widget. Bunu da artıq yükləyək özümüzə. Tamam. Elə password listi də əvvəldən yükləyək. O da bizə lazım olacaq çünki. Açılsın görək. Linux'un özündə işləyirəm bu try hakmini. Biraz nəsə gec işləyir. Ona görə üzrü sayın. Yəni normalda Windows'da olanda bu qədər gec işləməməlidir. Nəysə. Gəlib buradan digərini də yükləyək. Password txt-ni. Əla. Məhz buradakı bu şeyə Kerberos toolunda son hissəyə biz həmin o user enumeration eləmək üçün user list txt-nin tam yolunu verməliyik. O da harada yerləşir? Rootun içində, downloads'un içində user list txt. Bəli, budur. Və enter vuranda Kerberos toolu başlayır. Gördüyümüz kimi sistemdə olan userları çıxartmağa başladı. Amma hamısı bu deyil. Bizdən soruşulan sual isə burada ondan ibarətdir ki, what command within Kerberos will allow us to enumerate valid usernames? Bu komandımız nədir? User enum. Hansı ki istifadə etdik orada. Burada da hintində yəni deyir ki, əgər istifadə qaydasını bilmirsinizsə, try help yazın, sizə kömək eləyəcək bu. Tamam, indi deyir ki, hansı diqqətə dəyər bir account burada kəşf olundu. Hansı ki, bu account vasitəsilə biz jump edə bilərik və səlahiyyətlərimizi falan artıra bilərik. Burada bizə lazım olan 2 dənə account var. Bunlardan biri SVG admindir. Bir də aşağıda çıxmalıdır birazdan. Backup deyilən bir çıxdı indi. Backup deyilən bir accountımız var. Burada bizdən istənilən SVG admin accountu olmalıdır, deyə səhvləmirəmsə. Və digəri isə backupdır. Qeyd etdiyim kimi. Bu formada yaza bilərik. Növbəti artıq nədir? Abusing Kerberos'dur. Hansı ki deyir Inpacket deyilən bir tool var və bu Inpacket deyilən toolu siz bu Python faylı olduğuna görə bunun içində bu get np users Python 3 vasitəsilə çalışdırırsınız və onu çalışdırandan sonra elə bil ki domaini və lazım olan username'i, məsələn bizdə indi SVG admindir, onu verəndən sonra o sizə həmin o SVG admin üçün müəyyən bir hash verəcək və o hash'i daha sonra istifadə edəcək biz. Tamam. İndi gedirik onda Inpacket tooluna. Bunu dayandıra bilərik, düzdür. Dedik məndə hardadır? CD opt-nin içində Inpacket'in içində idi. ls edək. CD Inpacket. Tamam. İndi getNet user payı yazırıq bu formada. No pass yazırıq. Və daha sonra dc yazırıq, ip və daha sonra həmin bizə lazım olan IP-ni gətirib buraya yapışdırırıq. Bu IP-ni. Demək, növbəti isə domain adımızı yazırıq. Bizdə domain adı spookysec.local idi. Və slash işarəsi bizə lazım olan username, svg admin. Enter vuranda başlamış olmalıdır. Sadəcə no pass'i qəbul eləmir. Onda onsuz yazaq. Bir dəqiqə nə password istəyir bu? SVG adminin mi passwordunu istəyir bilmədim. Bircə dəqiqə. Yaxşı olar ki biz gedək buradan araşdıraq onu. Get npusers.py usage. Belə yazsa çıxacaq. Deyir, burada gəldi. Demək, burada demək, nə edir? Python-dan çalışdırır. Test lokal burada bunun öz şeyidir. Nədir onun adı? Domain adresidir.
DC IP ilə IP-ni verir. Users file. Hə, biz düz vermədik. Users file ilə username txt-ni verməliyəm və ondan sonra da tre format var və s. Yəni əsas burada Python ilə çalışdıraq. Gəlin. Bu nə ilə çalışdırır? Python 3 ilə çalışdırır. Tamam. Python 3 get np users. Bir dəqiqə, adı neydi bunun? Tam adı get np users pay. Yəni tam bunu kopyalayaq bura. Tamam. Daha sonra qeyd etdik ki, burada test lokalı ver. Tamam. Bizdə indi nədir? Spooky sec.localdır. Belə. Sonra -dc IP. Bunu verəndən sonra bizə lazım olan burada IP adresi. Bunu veririk. Daha sonra users file falan verir də. Belə verək görə işləyər, belə nəsə. Bir dəqiqə şey səhv yazdıq. Cannot open file. Hə, belə qəbul eləmir. Biz Python kimi işlətməyək. Elə -dc -ip IP-ni verdim. Spooky sec.local belə versəm olmur. Gəlin bunun doğru istifadəsini tam başa düşmək üçün şey ataq. ChatGPT-yə ataq, çox vaxt itirməyək. Bizə komandın doğru formasını versin. Bir dəqiqə. Bu komandı düzelt. Hə, demək, yenə bu da Python-dan verir. Username, password yazmalısan deyir və DC IP. Username etibarlı domain istifadəsi və şifrəsi. Bizdə amma sadəcə domain adı və ona uyğun olan username var, düzdür? Ona görə də yəni, o formada alınmayacaq. Məsələn də indi burada onda biz şifrəni yazmadan istifadə edək görək. Mən çünki Python-dan istifadə edə bilmirəm bunu. Ancaq getnet user-dan istifadə edirəm də, tutaq ki. Get np users.py elə bir şey -dc IP yazıram. 10.10.149.1 yazırıq. Spooky sec.local svg admin, tamam. svg admin -dc -ip yazdıq. Spooky sec.local yazdıq. Yəni belə işləməlidir əslində. Niyə işləmir? Hə, password istəyir də. Mən bunun passwordlarını tapa bilərəm ki. Bunun əslində password istəməmək üçün biz bu şeydə yazanda bayaqki optionda yazmalıyıq. Sadəcə məndə o niyəsə işləmədi. Bəlkə də səhv yazmışam. Təzədən yazım bir dənə. Ha, işlədi. Üzrü sayın. Mən bayaq burada 2 dənə tire yazmışdım. Aha, bizə lazım olan hash-i əldə etdik. Bizə lazım olan məhz həmin hash və budur. Bu kiri bu ilə başlayan hash var ya. Və bu hissəsinə qədər olan hash bizə lazımdır. Bunun da hansı hash modulunda olduğunu tapmaq üçün ya hashid-dən istifadə edə bilərik. Yəni hashid-m ilə hash yapışdırıb modulunu öyrənə bilərik. Ya da ki hashcat examples deyilən bir şey var. Wikipedia səhifəsi var. Oradan bu hash'a uyğun olan modul tapa bilərik. Tamam, bizə lazım olan nədir? Biraz aşağı düşək. Haradaydı bu? Aha, bizə lazım olan budur. Çünki baxın, hashimizlə eynidir. KRBT2 Asrep $23. Hə, burada istifadə olunan hücum əslində bir növ Asrep roastingdir. Asrep roasting nədir bilirsiniz? Asrep roastingdə pre-autentifikasiya tələb etməyən Kerberos protokoluna yönəlmiş bir hücumdur. Burada da yəni məsələ eynidir. Mən indi əvvəlcə bu hash-i nə etməliyəm? Sındırmalıyam. Artıq hash-in modulu nədir? Öyrəndik ki,
18200-ə bərabərdir. İndi onu sındırmaq üçün ya hashcatdan istifadə edə bilərik, ya da ki John the Reaper-dan. Mən elə John the Reaper istifadə edəcəm. John yazırıq bura. Demək John. Daha sonra word list optionu ilə word listimizi veririk. Və bu arada word listimizdə əslində şey idi. Password.txt faylımız idi. Tam yolunu yazaq, yüklədiyimiz password.txt. Deməli, word listimiz rootun içində, downloads'un içində password.txt. Və daha sonra bir də format yazırıq. Onun da formatı da oradan gördüyümüz kimi çırı 5 astrep idi də, bəli, çırı 5 astrep qeyd edirik və daha sonra isə həmin o password txt-ni yenidən veririk. Onun tam yolunu yazım yenə. Astrep rootun içində, downloads'un içində password.txt. Enter vurduq. Cheaper text format name requested. Cheaper text. Belə eləyək də. Bunu password list ilə dəyişim. Bircə dəqiqə. Password list. Biz sondakı şeyi dəyişməliyik. Pass.txt yox. Bircə dəqiqə. Burada word listə yol düz vermişik. Axırda yol verməməliyik biz orada. Sadəcə fayl adı yazmalıyıq. Downloads və password.txt. Tamam. Axırda sadəcə məsələn pass.txt yazaq. Zənnimcə elə işləməlidir. Hayda, olmur. Tamam, onda belə eləyək. Word list password list nokta txt. Bir dəqiqə. Mən onu haraya yükləmişdim? Downloads'a yükləmişdim də. Gedək bu impaketin içindən çıxa bilməklə. cd root. Üzrü sayın, vaxt aldım biraz. Burada password.txt var. Hardadır bəs? Mən onu harada yükləmişdim ümumiyyətlə. Downloads'un içindədir da. Password list.txt. Hə. Burada yazaq, yaxşı. Nano password list. Hə, buradadır, tamam. Aha, John yazaq təzədən və lazım olan yenə də word listi verək burada. Bu dəfə artıq bu şeyin içində verəcəm deyə. Elə birbaşa bunu yazıram. Password list.txt əla. Ondan sonra yenə də formatı verək. Format bərabərdir çərə 5 asrep, çərə 5 asrep və bir də əlavə olaraq məsələn bunu yazırıq. Pass.txt. Pass.txt yox. Password.txt. Yaxşı, nəsə yazaq da bura. Hayda, bu niyə qəbul eləmir ki bunu? Password list.txt. Nəysə səhv edirik, ona görə alınmır hal-hazırda bizdə bu. Tam olaraq nəyi səhv edirik? Bir dənə şey yazaq. ChatGPT-yə. Ha, get NPU user'a görə lazım olan. Ha, tamam. Burada bir dəqiqə. Ayda təəssüf ki, ondan da çıxdım. cd opt impacket necə idi o? Get NPU users -dc-ip 10.10.149.1 spooky
sec.local svg admin no pass. Tamam, bunu yazanda burada ne deyir? Tamam, bunu yazdı ama hara kayd edir ki bunu? Mən burada çünkü qeyd edir ki səndəki password list.txt word, yəni bu doğru set, amma sonda yerdə bu set sən burada hash faylını göstərməlisən qeyd edir. Hə, tamam. Tamam, üzr istəyirəm. Mən hash faylını göstərməliyəm. Ona görə də elə bil bunu ümumi kopyalamalıyam bu hissəni. Bir dənə fayl yaratmalıyıq özümüzdən. Ondan sonra onu istifadə etməliyik. Nano, gəlin elə bunun üçün də yaradaq. Demək, nano üzr istəyirəm. hash.txt. Bunu yazdıq bura. İndi John üçün bunu verəcək. Bu son hissədə asrep yazdıq. Ondan sonra hashes.txt yazdıq. Enter vuranda bizə həmin hash üçün, yəni admin üçün lazım olan nəyi verdi? Parolu verdi. Əla. İndi biz bu parolla siz nə edəcəyik? Bayaq Enum for Linux-la 139 və 445 portlarını enumerasiya etmək istəyəndə bizə tam nəticə verməmişdi. Buna lazım olan belə toolumuz SMB client'dır və SMB client üçün bizə admin user üçün bizə password istəyirdi başda. Amma indi istəməyəcək çünki artıq tapmışıq. İstəyəcəyi yəni bilirik daha doğrusu. Ona görə yazırıq SMB client. Paylaşılan qovluqları görmək üçün -l optionundan istifadə edirəm. 4 dənə sola slash yazıram. 10, 10, 149 və 1. Hansı ki bu bizim IP adresimizdir. Və daha sonra demək, -u ilə bizə lazım olan username, yəni svg admin username verirəm və faiz işarəsindən də parolumuzu yaza bilərik. Management 2005. Enter vurdum və gözləyək. Gördüyünüz kimi burada müəyyən paylaşılan qovluqlar var. Burada bizə maraqlı olan qovluq backup qovluğudur. Hansı ki Cherbrut-la enumerasiya edəndə gördünüz ki, orada da svg admindən başqa backup deyilən potensial bir user var. Gəlin indi bu backup'ın içinə daxil olaq. Bunun üçün SMB client yazırıq yenə. Bu dəfə artıq -l optionundan istifadə etməyəcəyik. Sadəcə elə 4 dənə slash qoyacaq formada. Daha sonra 10, 10, 149 və .1 yazırıq. Və ondan sonra 2 slash qoyub backup yazırıq. Yəni bizə lazım olan folderın adını yazırıq. -u ilə də yenə svg admin qeyd edirik və ondan sonra passwordu burada verə bilərsiniz. Və yaxud da enter vuranda mənə rahat olsun deyə burada verirəm. Tamam, enter vurduq və SMB-in içindəyik. İndi elə edək, görək burada nə var. Gördüyümüz kimi backup credentials.txt deyilən fayl var. Getlə bunu yükləyək özümüzə. Tamam, yükləndi downloads qovluğunun içinə. Açaq görək burada nə var. Gördüyümüz kimi belə bir şey var. Və bu da əslində bizdə base 64 ilə dekod olunmuş bir şeydir. Bunu biz əvvəlcə dekod etməliyik. Elə bunu ya base 64 online dekod toollarından istifadə edərək dekod edə bilərik və yaxud elə bunun kontentini buradan kopyalayırsınız. Elə sadə terminalda. Tamam. Gəlirik burada yazırıq echo. Bunu yazdınız. Pipe işarəsi base 64 -d dekod üçün. Və bəli, artıq biz bayaq svg admin user üçün lazım olan şifrəni John'la tapmışdıq. Management 2005 idi, düzdür? Artıq backup spooky.local user üçün də lazım olan şifrəni bu formada tapmış olduq. Əla. Artıq lazım olan şeyləri edə biləcəyik burada. İndi artıq biz tapdığımıza görə, bunun passwordunu tapdığımıza görə in-paketin bu dəfə secret dump demək modulundan istifadə edərək hashləri dump edə biləcəyik. Amma əvvəlcə görək burada bizə hansı sualları cavablandırmamızı istəyir. Deyir ki, we have two user accounts. We could potentially query ticket from. Which user account can you query a ticket from with no password? Bu deyəsən svg admin idi. Bəli, hansı ki no pass deyilən optiondan istifadə edərək hashini çıxartdıq. Looking at Hashcat example wiki page, what type of Kerberos hash did we retrieve from the KDC? Bunu təzədən oradan götürmək lazımdır. Elə burada var da bizdə. 18200. Hə, deyə bunu. Bunu kopyalayıb yapışdırıq ora. Gəlirəm.
Bu sualın da cavabı belə. Növbəti hashing modunu soruşur. Onu da oradan öyrəndik ki, 18200-dür. Və sonuncu isə now crack the hash with the modified password. User account password ona tapdıq ki, management 2005-dir. Və bu da belə. Növbəti artıq bizdə back to basics hissəsi var. Burada what utility can we use to map remote SMB shares. Tamam. Bunun üçün istifadə etdik biz SMB client deyilən bir tooldan. Which option will list shares? Dash L optionu, böyük L, hansı ki paylaşılan qovluqları müəyyənləşdirmək üçün istifadə olunur. How many remote shares is the server listing? Bu SMB-nin içində idi. Neçə dənə deyir paylaşılan qovluqlar? Admin, backup, C, IPC, netlogun, sysvol. 6 dənə və bu qabağında dollar olanlar gizlilərdir. Bunlara, yəni belə deyək də, qabağında dollar olanlara birbaşa girmək olmur. Bizə lazım olan 6-dır bu da doğru cavab. Yoxsa 6 deyil, 6-dır. Növbəti. Deyir ki, bir dənə xüsusi paylaşılan qovluq var, onun içində txt faylı var. Bu nədir? Bunu da tapdıq ki, backup faylıdır. Çünki backupın içində backup credential txt var idi. Və həmin faylın kontenti nədir? Bu da base64 dekodla tapdığımızdır. Bir dənə onda kontentini kopyalayaq. Sualı cavablandırmaq üçün bunu soruşur. Əla. Və sonunda da deyir ki, həmin o kontenti dekod edəndən sonra full content nədir? Onun üçün də cavabımız budur. Username domen adından bərabər və həmin user üçün nə? Passwordumuz. Əla. İndi bizdən deyir ki, axırıncı hissələrə çatırıq. Burada gördüyümüz kimi həmin domain daxilində biz öz imtiyazlarımızı qaldırmalıyıq. Bunun üçün də əslində Inpacket'in secret stampından istifadə edəcəyik. Hansı ki, həmin o secret stampdan istifadə edərək biz həmin o backup user üçün lazım olan administrator hashini dump eləyə biləcəyik. Gedək istifadə edək. Burada haradaydı o? Hə, burada. Demək, bunun içində secretstamp.py deyilən bir toolumuz var. Bunu yazırıq. Bundan sonra demək domen adımızı yazırıq. Spooky. Yaxşı olar ki, bu domen adını yazmamışdan qabaq siz bunu IP adresindən bərabər etc host-a əlavə edəsiniz ki, resolve eləyə bilsin də daha rahat olsun. Gəlin onu əvvəldən əlavə edək. 10.149.1 və daha sonra demək yazaq adını nə bilim. Active.spooky.local domen adını bu formda yazaq. Ctrl-O, Enter, Ctrl-X. Tamam. İndi yazırıq secretstamp.py. Ondan sonra spookysec.local. Əla. Bundan sonra isə yenə bayaqçı kimi slash işarəsindən bizə lazım olan user və bundan sonra həmin user'ın buradan tapdığımız parolu var idi. Bir dəqiqə. Hə, bu parol. Bu parolu götürüb yazırıq. getmp users py-də şifrəni bilmirdik deyə nopass'dən istifadə etmişdik, amma burada bilirik artıq. Bunu yaza bilərik və @ işarəsindən sonra da IP adresində yazaq hər ehtimal 10.10.149.1. Formada yazanda bizə lazım olan administrator hashini dump eləməlidir. Biraz gözləyək görək. Əla. Çox gözəl. Baxın, onun daxilində olan bayaqçı userlar üçün bizə hashləri verdi. Biz indi administratorun hashindən istifadə edərək, baxın buradakı bu qeyd olunan hashdən istifadə edərək nə edəcəyik? Sistemə daxil olacaq və bu əslində burada administratorun NTLM hashidir. Bəli, NTLM hashidir. Və bizə elə bil ki, bunun hansı hissəsi lazımdır qeyd edin də. Bizə bunun hashin bu hissəsi lazımdır. Bu bizim NTLM hashimizdir. İndi NTLM hashi varsa bizdə biz nə edə bilərik? Pass the hash attack edə bilərik. Pass the hash attack bizə password olmadan sadəcə hash vasitəsilə doğrulama etmək üçün istifadə olunan bir belə deyim də tooldur. Daha doğrusu üzr istəyin, attack növüdür və bunu biz edə bilərik məsələn Evil Winarm-la və biz mmap scan nəticəsinə baxsaq orada görərik ki, Evil Winarm üçün lazım olan portumuz açıqdır. 5900 neçəsi olmalıdır? 5985, bəli. Bu bizdə Winarm portudur. Hansı ki biz bununla bu açıqdırsa Evil Winarm-dən istifadə edərək qoşula bilərik.
şey kimi pəsti hash istifadə edərək yalnız həmin userin hashindən istifadə edərək administrator user kimi qoşulmaq olar. Bunun üçün yazıram every winrm, düzdürmü? Və daha sonra isə mənə lazım olan əsas optionları yazıram. Burada -i ilə IP adresi veririk 10 149 və 1. Ondan sonraki hissədə -u ilə bizə lazım olan username, yəni administrator bunu qeyd edirəm. -h ilə əldə etdiyim hashi yazıram. Daha sonra isə vəssalam. Enter vuranda məndə həmin sistemə qoşulmalıdır. Gördüyümüz kimi establishing connection to remote endpoint deyə qeyd olundu. Və indi mən məhz pəsti hash attack sayəsində sadəcə userin hashindən istifadə edərək passwordsuz bir şəkildə administrator user kimi daxil oldum. İndi mənə lazım olan burada flagləri götürməkdir. ls eləyəndə burada nə var görək? Əvvəlcə gəlin elə cd desktop'a gedək. cd desktop. Əla. Burada ls edək. Gördüyümüz kimi burada bizim root.txt'imiz var. Amma gəlin elə birinci biz root.txt administratordadır. Amma elə svg adminin içindən birinci biz tapaq. Nədir onun adı? User txt'ini tapaq. Ondan sonra bunu eləyərik. Gəlirəm user scope-lunun içinə. Burada ls eləyəndə userlardan biri svg admindir. Gəlin elə svg adminə daxil olaq. ls eləyəndə burada bizim user txt'imiz olmalıdır əslində. Amma cd desktop'unda təbii ki. ls. Bəli, user txt'imiz buradadır. Bunun kontentini oxuyaq görək. Əla, birinci flagımızı əldə etdik. Gəlin elə bunu cavab kimi oraya yapışdıraq. Gəlin əvvəlcə bunları cavablandıraq, sonra yuxarıdaşlara baxaq. svg admin üçün flagımız budur. Əla. Demək, növbəti flag üçün biz backup userına daxil olmalıyıq. Ona görə də yazıram cd. Bu hissədən çıxıram. Demək, cd backup'a daxil oluram. cd desktop'a daxil oluram. ls edirəm. Və bir dənə də txt tapıram. Privesk.txt faylımızdır. Bunu da götürüb, bunu da kontentini oxuyuram. Və növbəti flagımızı əldə edirik. Əladır. Və son olaraq da administratorun bayaq içində gördüyümüz o root txt-ini götürəcək. Bu da doğrudur. İndi yenə də bu qovluqlardan bir-bir çıxış edək. Demək, daxil olaq cd administratora. Buradan cd desktop'a ls edək. Cat root txt. Və bu formada son flagımızı da əldə etmiş olduq. Bunu da yapışdıraq. Çox gözəl. Bu da bitdi və labımızı bitirmək üçün son cavablandırmalı suallarımız bunlardır. Burada deyir ki, hansı ki dump eləmək üçün istifadə olunan metodumuzun adı nədir? Secret stamp outputunu deyir oxumaq lazımdır. Təzədən bura qayıtmalıyıq. Administratorun NTLM hashini falan soruşur. Deməli, bunu götürürük. Bu bizim NTLM hashimiz idi. Gəlib bunu yapışdıraq. Could allow us to identify as the user without a password. Qeyd elədik ki, bu nədir? Pass-hash hücumudur. Burada isə every winrm-lə what option will allow us to use the hash. Hash üçün lazım olan optionumuz böyük hash idi. -i ilə də IP adresi verdik qeyd etdiyimiz kimi. Burada isə deyir ki, as to dump NTDS dit. NTDS dit üçün lazım olan şeyi soruşur. Nədir onun adı? NTDS dit üçün lazım olan metodu soruşur. Bu elə deyəsən yazılmalıdır da bura. Read the secret stamp output. Gedək oxuyaq görək bunun outputunu. Secret stamp output.
is deprecated on. Hə, deyə bu lazımdır. DRS U API yəqin cavab bu olacaq. Görək budurmu? Deyəsən budur. Bəli, və beləliklə də biz labımızı bitirdik deyəsən. Bir dənə burada complete eləməmişdik, bitməyib. Complete basaq. Və bununla da Attactive Directory labını bitirmiş olduq. Ümid edirəm faydalı olar. Növbəti videolarda görüşənədək. Sağ olun.